ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin 2 əməkdaşı silahlı hücum nəticəsində öldürülüb. Qətlə yetirilənlərin biri kişi, digəri qadın olub. Hadisə axşam şəhərin mərkəzində yerləşən Metropolitan Yəhudi Muzeyinin yaxınlığında baş verib. Muzeydə keçirilən tədbirdən çıxarkən gənc cütlüyü 30 yaşlı Elias Rodriguez atəşə tutub. Hadisənin qurbanları yaxın vaxtlarda nişanlanmağı planlaşdırıblar. Məlumata görə kişi sevgilisinə evlilik təklifi etmək üçün İsrailə səfəri düşünüb. Vaşinqton polis rəisi Pamela Smith'in sözlərinə görə Rodriguez'in Chicago'dan olduğu müəyyənləşdirilib. O, hadisə zamanı Azad Fələstin şüarını səsləndirib. Şahidlər bildiriblər ki, qətli törədən qaçmayıb və könüllü olaraq polisin gəlməsini gözləyib. Hadisədən sonra muzeyin mühafizəçiləri tərəfindən saxlanılan Rodriguez Qəzza naminə bu addımı attığını söyləyib. Cinayətə ABŞ və İsrail rəsmilərindən sərt reaksiya gəlib. Prezident Donald Trump bunu antisemitizm zəminində törədilmiş terror aktı adlandırıb. Dövlət katibi Marco Rubio isə hücumu antisemit zorakılığı kimi qiymətləndirib. O, cinayətkarların cəzalandırılacağını bildirib. Hazırda ABŞ Federal Tədqiqat Bürosu və digər hüquq mühafizə orqanları istintaqı davam etdirir. İsrailin baş naziri Benyamin Netanyahu isə bütün səfirliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tapşırığını verib.